Salam bir daha hər vaxtınız xeyir olsun. Bugün biz 2020-ci il 13 avqust ikinci qrupların imtahan suallarını müzakirə edirik. İlk sualda kökaltı ifadə ilə bağlı bir sualdır. Biz buradan kökləri bir tərəfdə yazıb bərabər 7 yazsaq, kvadrata yüksəltsək 13 çıx A, üstə gəl 6 üstə gəl A, üstə gəl 2 vur kök altda 13 çıx A vur 6 üstə gəl A. Bərabər 49 alarıq. Burada alar islah olunur. Deməli, 2 dənə kök altda bu ifadə 49 çıx 19 eləyir. Buradan alırıq ki, kök altda bu ifadə 30 böl 2 15-ə bərabərdir. İkinci sualda limit x mənficə yaxınlaşır. Burada biz vuruqlara ayırsaq bunu 3 üstə gəl x, 3 çıx x. Ortaq məxrəc x üstə gəl 3. Burada x mənfi 3'ə yaxınlaşır. X üstə gəl 3 vur, 3 çıx x-i seçsək. Birinci ifadə 3 çıx x çıx 6 olasıdır. Buradan alırıq ki, limit x mənfi 3'ə yaxınlaşanda mənfi x üstə gəl 3 böl, x üstə gəl 3 vur, 3 çıx x. İxtisar olundu. X-ə mənfi 3 yazanda böl 6 cavab mənfi 6'da 1. F1 və F2 silindirləri oxşar fiqurlardır. Aha, baxın, burada radiusları 2 və 3 veribdir. S1 yan səthi soruşur. Biz buradan H hündürlüyünü tapa bilərikmi? 2 pi r vur H 54 pi'dir. H'ı tapırıq ki 9'dur. İndi bunun hündürlüyünə H1 yazsam 2 böl 3 H1 böl 9. H1'i tapacağıq 6. O zaman S1 bərabər olur nəyə? 2 pi R vur H. Cavab neçə? 24 pi elədi. Baxın, biz belə də edə bilərdik uşaqlar. Oxşar fiqurlardırsa bunların sahələr nisbəti 2 böl 3'ün kvadratıdır. Yəni 9'da 4'dür. Bura 54 pi yazsaq cavab tapardıq. Burada 3-cü sualda YD-ni kök altda 117 verib. YF-i 9 verib. FD-ni Pifagor teoremi ilə 6 tapırıq. Baxın, 117 çıx 81 kök 6 edir. Deməli, BY də 6-dır. Biz burada AY-yə x desək, CF də x olacaq. Çünki bu iki üçbucaq kongruent üçbucaqdır. Və sonra Evklit düsturuna görə hündürlüyün kvadratı proyeksiyalar hasilinə bərabərdir. Buradan x-i tapırıq ki, 3'dür. AC-ni tapırıq ki, 15'dir. Biz ABCD düzbucaqlısının sahəsini 15 vur 6, 90 tapırıq. Bu suala ikinci üsulla mən deyim şagirdlər. Bu sualın ikinci üsulu, baxın, buradan BD diagonalını çəksəydik. Bu diagonallar 4 onda 5, bağışlayın, deməli 4 onda 5 diagonal deyil, YF-dir. 9'u 4 onda 5, 4 onda 5 bölər. Bu üçbucaqdan Pifagor teoremi ilə bu B10'u biz Pifagor teoremi ilə 7 onda 5 tapa bilərik. Onda burada 7 onda 5 diagonal 15 olur. Mərkəzi O nöqtəsində olan çevrədə AC qövsü 76 dərəcədirsə, bu bucağı tap deyir. Diametri olduğu üçün bura 180 dərəcədirsə, deməli bura 104 qalır. Daxilə çəkilmiş bucaq gördüyü qövsün yarısıdır, 52 dərəcədir. 10P3 şagirdlər 9-cu sualda 10 çıx 3 faktorial. Bu bizə nə verir? 7 faktorial vur 8 vur 9 vur 10 böl 7 faktorial. İxtisar gedir, cavab 720 alınır. Dördüncü sualda funksiyanın qrafikinə toxunan düz xətt apsis oxuna paraleldir. Şagirdlər, apsis oxuna paralel olan xəttin bucağı əmsalı 0'dır. Çünki alfa bucağı 0'dır. Deməli, biz K-nın törəmənin qiyməti olduğunu biliriksə, o zaman funksiyanın törəməsini tapırıq. F törəmə bərabərdir. Mənfi 1 üstə gəl 3 vurulsun. 1 böl x üstə gəl 2. 0'a bərabər. Buradan alırıq ki, x üstə gəl 2 3'dür. Deməli, x-i 1 tapırıq.
10-cu sualda düz xəttin bucaq əmsalını tapmaq üçün 3y-i 7 çıx 4x yazdıq. Y olacaq -3-də 4x üstə gəl 3-də 7. K bucaq əmsalı -3-də 4 oldu. 5-ci sualda loqaritmik funksiyanın təyin oblastından danışır. Loqaritma əsasdan B ifadəsində A sıfırdan böyük, 1-dən fərqli, B sıfırdan böyükdür. Deməli, buradakı x çıx 3 sıfırdan böyükdür. 7x çıx x kvadrat sıfırdan böyükdür. Və x çıx 3 1-dən fərqli olmalıdır. Biz bax bu bərabərsizlər sistemini həll etməliyik. Birincidən x-i 3-dən böyük alırıq. Burada x vur 7 çıx x müsbətdir. Düzmü? İntervalları çəksək əgər kökləri 0, 7, mənfi, müsbət, mənfi. Cavab 0, 7 arasına düşməlidir. 0-7 arasına. Buradan nə alıram mən? 0-7 arasında, amma 3-dən böyük, 4-dən də fərqli olmalıdır. Deməli, cavab olur 3-dən 4-ə birləşir 4-dən 7-yə. Bu aradakı tam qiymətlər hansılar olacaq? 5, 6. 5-dən 6-nın hasili 30 olacaq. 11-ci sualda tənliyin köklər cəmi -2-dir. Köklər hasili -1-dir. Biz bilirik bu ifadə 2 modulda x2 üstəgə x1 çıx x2 modulda 4 dənə x1 modulda. x1-i mənfi veribdir, deməli x2 müsbətdir. Onda bu mənfi olduğu üçün əksinə açılacaq. Mənfidirsə bu ifadə də x2 çıx x1-dir. Bu da mənfi olduğu üçün üstəgə 4x1-dir. 3x2 üstə gəl 3x1. Buradan 3-ü ortaq çıxartdıq. x1 üstə gəl x2. Köklər cəmi -2-dir deyə 3-ə vurduq. Cavab -6 oldu. Kompleks ədədin arqumentini biz artıq proqramdan çıxarıblar deyə baxmırıq şagirdlər. Keçək növbəti sual. Oktyabr ayının ilk 7 gündə Kürdəmir rayonunun temperatur göstəriciləri verilmişdir. Həmin günlər üçün rayonun orta temperaturu. Baxın şagirdlər, burada 25, sonra 21, sonra 23, 26 dərəcə 4-cü və 5-ci gün 2 dəfədir. 27 dərəcə də 2 dəfədir. Bax, fikir verin. 46, 53, 23 buradan. 69, 52 və 54. Nə qədər edir? 106 ilə də 69-u toplasaq 175 dərəcə. 7 gün olduğu üçün 175-i 7-yə bölərik. Cavab 25 dərəcə edəcək. 16-cı sualda 0,5 2 üstü -1'dir. Bu 2x üstəgə 8-ə vurulub 3-ə bölür. Böyükdür. 4-ü də 2 üstü -2x yazdım. Deməli, nə alırıq biz? -2x üstəgə 8 bölü 3 böyükdür -2x-dən. İfadəni -3-ə vururam. Ortada işarənin də əksinə dəyişəcəm. Kiçikdir 6x-dən. Burada 8 olur. Nə alırıq? 4x 8-dən böyükdür, x 2-dən böyükdür. 2-dən böyüyən kiçik tam qiymət 3-dür. 17-ci sualda şagirdlər, bu katet 3 kök 3-dür. Hipotenuz 6-dır. Onda bura nə düşür? 36 çıx 27 kök 6. Cavab 3. Bura 3 düşəndə Pifagor teoremi ilə buranı 9 üstə gəl 3, 12. Yəni 2 kök 3 alırıq. 13-cü sualda düzgün dördbucaqlı kəsik piramidanın əslində şəkil çəkməyimə heç ehtiyac yoxdur. Çünki bizdən soruşulan ifadə hazır verilənlərdir. Tərəf 6-dır, hündürlük 3-dür. Kiçik tərəf 3-dür, hündürlük 6-dır. Kəsik piramidanın həcm düsturu h/3 S1 üstə gəl S2 üstə gəl kök 6 S1 S2'dir. Yəni 6/3 vur olsun. 36 üstə gəl 9 üstə gəl 36 vur 9'dur. Nə alıram buradan? 2 vur olsun 45, bu da 6 vur 3. 18, 63. 2 vur 63, cavab 126 edir.
Keçək 14-cü sualda 4 çıx x modulda. Burada x çıx 4'ün kvadratıdır kök altda. O da modulda x çıx 4 kimi açılır. X çıx 3 kvadrat çıx 5 sıfırdan böyük deyil. Burada bunlar ixtisar olunur 1 eləyir, amma x 4'dən fərqli olmalıdır. Alırıq ki, x çıx 3 kvadrat çıx 4 sıfırdan böyük deyil. Nə alırıq? X çıx 3 çıx 2, x çıx 3 üstə gəlir ki, sıfırdan böyük deyil. X çıx 5, x çıx 1 sıfırdan böyük deyil. Ədəd oxun çəkdik 1, 5, müsbət, mənfi, müsbət. Cavab olur 1, 5 parçası. Amma 4'dən fərqli olmalıdır axı. 1, 5 yəni A variantını yazsaq cavabda səhv çıxacaq. Doğru cavab Y variantıdır. 1-dən 4-ə, 4-dən 5. 18-ci sualda şagirdlər çevrənin xaricinə çəkilmiş dördbucaqlı verilib. İki tərəfinin cəmini 55 verib. Digər iki tərəfin nisbətini isə 2K, 3K şəklində verir. 5K 55'dir. Deməli K 11'dir. Cavab 22 və 33 olacaq. Tənliklər sisteminin həlli yoxdur deyir. Burada x-in əmsalı 1-in 3'ə, y-in əmsalı 2 bölü A fərqlidir 3 bölü 3 olmalıdır. Buradan A-nı tapırıq ki 6'dır. Trigonometrik bərabərsizlər artıq imtahanda düşmədiyi üçün biz bunu sıfıra bərabər kimi həll eləsək, məsələn həll olar. Sinus x bərabər 0 ya da kosinus x bərabər 0. Buradan şagirdlər sinus və kosinusun hasili 0'dırsa, burada sinusun 0'ı pi kalardır, kosinusun 0'ları isə pi bölü 2 üstə gəl pi kalardır. Burada hansı ədədlər olur? Baxın, pi k 0, 180, 360, pi bölü 2'lər isə bunlardır. Əgər həm sinus, həm kosinusun 0'a çevrilməsindən danışsaq, pi bölü 2 vur k olacaq cavab. Amma bir əmma var. Əmma nədən ibarətdir? Kök altındadır sinus. Sinus mənfi ola bilməz. Ona görə bu 3 dənə kökü biz cavab kimi götürə biləcəyik. Bu da olur pi kalar və pi bölü 2 üstə gəlir 2 pi kalar. 15-ci sualda tənasübün kənar hədlərinin, baxın, biz A bölü B, C bölü D yazanda, kənar hədləri A vur D, yox, kənar hədlərin cəmi 13'dür, orta hədlərin hasili 7'dir. Deməli, biz A vur D-yə də 7 deyə bilərik. Kənar hədlərin kvadratlar cəmini tapmaq üçün A üstə gəl D-nin kvadratı çıx 2AD yazırıq. Burada 13'ün kvadratı çıx 2 vur 7. 169 çıx 14. Cavab 155 alır. Alfa mənfi 60 dərəcədirsə kosinus mənfi 60 vur tangens mənfi 60. Kosinus mənfi 60 2'də 1 eləyir. Tangens mənfi 60 mənfi kök 2 eləyir. Cavab olur D variantı. 22-ci sualda şagirdlər hazır düstura əsasən biz x 60 160 cəmini 360 deyə bilərik. 360'dan 220 çıxsaq 140. Ya da buradan bir paralel xətt keçirsək 160 dərəcədirsə deməli bir tərəfli bucaq 20, bura 40 qalır. 40'dırsa bu x bir tərəfli bucaq cəmi 180 olmalıdır. 140 olacaq. 23'ə baxaq. Burada şagirdlər ardıcıl yazacağım, situasiyalara bir yerdə baxın. Fx funksiyası bütün əldoxunda təyin olunmuş, əsas dövrü 9 olan və tək funksiyadır. Tək funksiya olduğu üçün f0'da 0'a bərabərdir. Dövrü 9 olması şagirdlər, o deməkdir ki, biz 14'ü 9'a bölürük, 5 qalır, f14 f5'ə bərabərdir. F18 üçün 18'i 9'a bölürük 2 dəfə qalıq 0. Ona görə F18 F0'a bərabərdir. Bu da 0'dır. Niyə? Çünki ədəd oxunda təyin olunmuş tək funksiyadır. Nə alırıq? 2F5 bölünsün F mənfi 5 üstə gəl 8. Bu 0 elədir. Tək funksiya olduğu üçün bunlar bir-birini ixtisar edəndə mənfi 1 qalır. Mənfi 2 üstə gəl 8 doğru cavab müsbət 6 olacaq. Müsbət 6. 24-cü sualda BAC ilə BCD-ni eyni verir.
AD 9, BD 16, BC-ni tapmamızı istəyir. Biz bu bucağa beta desək, üçbucaq BCD-də alfa beta, üçbucaq BAC-də alfa beta. Bunlar bir-birinə nədir? Oxşardır. Mən indi üçüncü bucağa qamma yazsam, burada üçüncü bucaq qamma olacaqdır. Bizdən tələb olunan, baxın, alfanın qarşısı ilə qammanın qarşısıdır. Ona görə biz betanın qarşısına baxırıq. BCD üçbucağında alfanın qarşısında 16-nın, qammanın qarşısında x-ə nisbət. Bu birisində alfanın qarşısında x-in, qammanın qarşısında 25-ə nisbət. X kvadrat 400-dür deyə x-i tapırıq ki, 20. Deməli, burada şagirdlər 2 müstəvi verib, 2 müstəvi. Birinin üzərində ABCD kvadratın verib. Digərində isə A-nı verib ki, BC ilə paraleldir. İndi A və AC arasındakı bucağı tapmaq üçün mən buradan A-nı paralel köçürsəm, elə BC-nin üstünə düşəcək. Buradan da AC ilə birləşəndə kvadratın tərəfi ilə, baxın, bu olacaq AC ilə BC arasındakı bucaq. O da 45 dərəcədir. 26-cı sualda x kvadrat çıx 4x üstəgəl 1-i 0 veribsə, biz bunu x-ə bölsək, nə alarıq? X çıx 4 üstəgəl 1 bölü x 0-dır. Deməli, x üstəgəl 1 bölü x 4 alırıq. Kvadrata yüksəltsə, x kvadrat üstəgəl 1 bölü x kvadrat üstəgəl 2 16-dır. Buradan 2-ni keçirsəm 14 olacaq. Yəni 4 üstəgəl 14, cavab 18 alınır. 27-ci sualda burada şagirdlər AN bərabərdir 3n üstəgəl 2/5 əslində. 2-yə böldüm. Bu xətti funksiya olanlar həmişə ədədi silsilə olur. Baxın, A1 5/5, n-ə 1 yazdım. A2-yə düşəcək 8/5. A3-ə düşəcək 11/5. A4-ə düşəcək 14/5 və s. Silsilə fərqi görürsüz 3-dür. İkinci qüvvət funksiyası şəklində olanlar, baxın, A1 6-dır, A2 18, A3 54, burada artıq silsilə vuruğu 3-dür. Yəni 1-ə uyğundur B və C. 2-yə uyğundur həndəsi silsilə olması və silsilə vuruğun 3 olması. Üçüncüdə A1-ə düşür neçə? 2, A2 5, A3-ə 10 düşür, A4-ə 17 düşür. Görürsünüz, nə ədədi, nə həndəsi silsilədir. Yəni 3-ə aiddir sonuncusu. Belə. Buradan ispat məsələlərinə baxaq şagirdlər. Deyir ki, ispat edin ki, medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölünür. Mən birinci bu isbatın şəklini çəkirəm bura, ispat edib sonra siləcəm onu. İkinci isbatı yazmaq üçün. Medianların ikisini çəkirəm mən şagirdlər. Tərəfi yarıya bölür, digər medianı da çəkirəm, bu tərəfi yarıya bölür. Medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1-də bölündüyünü isbat edin deyir. Mən bunu isbat eləmək üçün MN-i birləşdirirəm. MN paralel olur AC-yə və orta xəttdir. Biz AC-yə B yazsaq, MN-ə B bölü 2 düşəcək. Üçbucaq MNJ üçbucaq ACJ-yə oxşardır. Ona görə də NJ-nin JC-yə nisbəti, MJ-nin AJ-yə nisbəti, M-nin AC-yə nisbətinə bərabərdir, o da 2-də 1-dir. Yəni, bura 1N olanda, bura 2N, bura 1K olanda, bura 2K. Analoji şəkildə B-dən çəkilmiş üçün də ispat edə bilərik. Mən indi bu isbatı, məsələnin şərtini siləcəm. İkinci isbatı yazmaq üçün. 2020-ci illərdə şagirdlər isbat sualları təbii ki, düşmürdü. 2023-cü ilin qəbulundan başlanıb isbata. Amma həmin illərdə isbat olmasa da mən testlərin axırında sizə isbatlar soruşmuşam. Bu da onlardan biridir. Ona görə burada isbatı mən yazırım. Deməli. Bərabər yanlı üçbucağın daxilinə çevrə çəkib
Deyək ki, bu çevrə ABC üçbucağının daxilindədir. Hündürlük təpədən başlayaraq 1-in 3-ə nisbətində bölünmüşdür. Bura 1K deyəndə bura 3K düşmüşdür. H yazıram bura. İspat eləyin ki, oturacağın yan tərəfə nisbəti AC-nin tutaq ki, BC-yə nisbəti 6/5 kimidir. Bunun isbatı üçün şagirdlər, mən bu çevrə mərkəzini qeyd edirəm 10 nöqtəsi. Bura 1/5K, 1/5K yazır. AO parçasını birləşdirsən, tənbölən olduğunu qeyd edə bilərəmmi? AO tənböləndir. Qısa yazıram mən, daha uzun isbatlarda mümkündür. Üçbucaq ABH-da tənbölənin xassəsinə görə AH-ın AB-yə nisbəti, burada artıq radius 3K-nı yarı-yarı böldü də, 1/5K-nın 2/5K-ya nisbətidirmi? 2-yə vursam, bu da 3/5-dir. Deməli, mən AH-a 3x yazsam, AB-yə 5x düşəcək. Onda burada 3x olduğundan, deməli, oturacaq oldu 6x, yan tərəf 5x. Nisbət olur 5/6. Və sonuncu isbat məsələsinə baxaq. İsbatda bizdən nə istəyir şagirdlər? Parkda göstərilən növdə karusel quraşdırılıb. Oturacaqların bərkildiyi iplərin oturacaqlarla birlikdə hündürlüyü 10 sm. İplərin bərkidildiyi hissənin çevrə uzunluğu 12 pidir. Baxın, mən bura kiçik r desəm, bu çevrənin radiusu 12 pi, deməli radius 6-dır. Karusel hərəkət edərkən iplər sabit vəziyyətdən yalnız radius istiqamətində 30 dərəcə kənara meyl edərək çevrə üzrə hərəkət edir. Müəyyən bir çevrə üzrə hərəkət edir. Karusellərin oturacaqları sarı, qırmızı, yaşıl və göy rənglərlə boyanmışdır. Karusellərin hərəkət edərkən cızdığı ən böyük çevrənin uzunluğunu tapın. Biz bu çevrənin radiusunu tapmaq üçün buradan hündürlük çəksək, yuxarıdakı kiçik çevrənin radiusu 6-dır. Burada da 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısı. Böyük yeri 11 aldığımız üçün çevrə uzunluğu 2 pi vur 11, 22 pi olur. Karusel hərəkət edərkən iplərin bərkidildiyi hissə ilə oturacaqların cızdığı ən böyük çevrə arasında əmələ gələn səthin sahəsi. Yəni, sadəcə bu çevrələr arasındakı məsafəni istəyir. Bizdən bu səthi istəyir. Bu da kəsik konusun yan səthidir. Kəsik konusun yan səthi pi vur L vur, R üstə gəl R'dir. L-i biz 10 bilirik. Radiusları da 5 və 11 tapmışıq. Hesablasaq cavab 160 pi olacaq. Karuseldə hər rəngdə oturacaqdan 5 ədəd var. Deməli, yuxarıda rəngləri qeyd edib. Sarı, qırmızı, yaşıl, göy. Sarı, qırmızı, yaşıl və göy. Hərəsindən 5 dənədir. Deməli, 20 dənə oturacaqdır. Karuselə ardıcıl yaxınlaşan iki uşağın hər ikisinin yaşıl rəngdə oturacaqda əyləşmə ehtimalı. Birincinin yaşılda əyləşmə ehtimalı 20-də 5-dir. O artıq yaşıllardan birində əyləşdi. İkincinin yaşılda əyləşməsi 19-da 4-dür. Bu 5 vur 4, 20-ni ixtisar edir. Ehtimal olur 19-da 1. Beləliklə, bu imtahanda bütün sualları müzakirə etdik. Hər birinizə uğurlar arzulayıram şagirdlər. İmtahanınıza az qalıb, qaydaları ciddi təkrarlayın. Uğurlar olsun.